Ramazan insanın məğfirət ayıdır. Ramazan insanla Allahın qovuşduğu aydır. Ramazan ilahi rəhmət dəryasıdır. Ramazan günahların yandığı aydır. Ramazan Quran və Əhl-i Beyt ayıdır. Ramazan yəni Quran və Əhl-i Beyt. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm necə ki buyurdu ki, mən özümdən sonra sizin üçün iki ağır əmanət qoyub gedirəm. Biri Quran və biri Əhl-i Beyt. Bunlar cənnətdə Kevsər hovuzuna yetişənə qədər bir-birindən ayrılmayacaqlar və bunlar qiyamət gününə qədər Kevsər hovuzunda mənə yetişəcəklər. Və bu iki ağır əmanət, yəni bu ayda, Ramazan ayında həm Quranın nazil olduğu, həm də Əhl-i Beyt əleyhissalamın parlaq nurlarından ikincisi olan Hz. Əli ibn Əli əleyhissalamın şəhadətə çatdığı aydır. O Əli ibn Əbi Talib əleyhissalam ki, Kəbə evində dünyaya gəldi. Tarixdə misli bərabər görünməmiş bir insan Allah evində, Kəbədə dünyaya gəldi və Allah evində, Kəbə məsciddə, Allah evində də dünyadan köçdü. Onu həm dostları tərifləyirdi, həm də düşmənləri. Dostları bildi, amma düşmənlər də onu tərifləyirdi. Əli ibn Əbi Talib əleyhissalamın ən qatı düşmənlərindən olan Muaviyə ibn Əbu Sufyan rəvayət edirlər ki, günlərin bir günündə Muaviyə Zərar ibn Zəmirə ilə əyləşmişdi və Zərar ibn Zəmirəyə dedi ki, mənim üçün Əlini vəsf elə. Zərarə başladı, amma nə başladı? Dedi ki, Əlinin xüsusiyyətlərini saraladıqdan sonra ərz elədi. Dedi ki, o elə bir şəxs idi ki, gecələri daha çox oyaq qalardı və az yatardı. O elə bir şəxs idi ki, gecə və gündüz Quran oxuyardı, Quran tilavət edərdi və qızıl kisələri toplamır, yaxınlarına lütf göstərirdi. Zalimlarla tünd rəftar edirdi. Gecə qaranlıq pərdəsinə büründüyü vaxt Həzrət ibadət mehrabında Allahın əzəmət xofundan, Allahın əzəmət qorxusundan göz yaşı axıdırdı. Həzrət ibadət mehrabında Allahdan elə qorxurdu ki, hətta yaxınları və tanışları elə bilirdilər ki, Əli ibadət mehrabında dünyadan köçdü. Və deyirdi, ey dünya, mənim üçün cilvələnib, məni özünə müştaq edirsən, heç vaxt. Mənim sənə ehtiyacım yoxdur. Mən sənə 3 dəfə talaq vermişəm. Və mənə üz tutma. Ged məndən başqalarını aldat. Və bəzi dualarında isə belə buyururdu. Buyurdu, aman, aman, azuqənin azlığından və yolun uzun olmağından və yolun çətin olmağından. Deyir, bu sözləri Zərar ibn Zəmirə bu sözləri deyə gördü ki, Muaviyənin gözlərindən yaş axır və əmmaməsi ilə, o başında olan əmmaməsi ilə göz yaşlarını silir. Və bundan sonra dedi, ey Zərar, bəsdir, yakfi, bəsdir, kifayət eləyər. And olsun Allaha, Əli dediyin kimi bir şəxs idi. Allah ona rəhmət etsin. Həqiqətən də Əlini həm onun dostları və həm də düşmənləri tərif edirdi. Bu nöqteyi nəzərdən Allah bu ayda edilən bütün dualarımızı və ibadətlərimizi və itaətlərimizi Əhl-i Beytə xatir qəbul etsin və bizləri bu yoldan ayrı salmasın inşallah.